Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərində ən ucuz maşınlar bizdə. Deyirik və əməl edirik. Bugünkü gün sizlərə 2011-ci ilin super bir dənə Renault. Maşınımız tam ideal vəziyyətdədir. 1.5 dizel, Euro motor, 6 skors. Aprel ayının 29-u çəkirəm, may ayının 2-sinə qədər vaxt qoyuram. 3 gün bəs eləyək. Qiyməti də deyim, keçə ətraflı baxış keçirək. Qiymət cəmi son 7000 manat. 7000 manata bez detal, tam ideal vəziyyətdə. Revaxtarsınızsa da ünvanımız Gəncə şəhəri, yarmarkanın yanı, əlaqə nömrə profildə var və yolunuzu gözləyirəm. 3 gün buna vaxt qoyuruq, 3 gün bəs edir. Gəl göstərək. Təkərin 4-ü də təzə, tam səliqəli vəziyyətdə. Maşınımızın salonu göz qabağında. Yüngülvari sökük ola bilər, amma maşınımızın içi çox səliqəlidir. Udardan vuruqdan söhbət gedə bilməz. Dəyərli dostlarımız, 2011-ci il 1.4 dizel kimə maraqlısa da gəlsin vaxtında aparsın. Satılandan sonra yığırsınız ki, gözəl qaqam, ben yığdıq səni, dedin satılır. Hansı maşını yığıram, ben deyirsən satılır. Və dəyərli qardaşım, satmaq üçün çəkirəm da. Və siz də almaq üçün zəng eləyin. Sadəcə vaxtından tez zəng eləyin. Fikirləşməyin ki, 2 gündə qalanda qardaşınız qiyməti salacaq. Xeyr, bizdə qiymətlər deyilir, düşmür, anlaq qalxır. 7000'e deyirəm, bir həftədən sonra 10.000'e bir də görəsiniz, çəkdim paylaşım. Çünki bunun qiyməti 8-9 minlik maşındır. Mən sizlərə çəkilişimizə görə izləyəsiniz deyə o qiymətə çəkirəm ki, 7000 manat ver gəl apar. Çək ətraflı maşınımızı qabağına geçsin. Ünvanımız da çəkirsən ki, Gəncə şəhərində yarmarkanın yanında hər zaman eldəniz qardaşınız qulunuzda təcili maşın satmaq və almaq istəyənlər gəlsinlər yanımıza. Normal olacaq, özümüz alacağıq. Razılaşmayacağıq, satacağıq, sizi kim izləyən dostlarımız alacaqdır. Ətrafımızda çək, yollarını gözləyirik, hər bir kəsin. Bura bizim yox, sizin salondur. Hər birinizi gözləyirəm. Allah sizləri var eləsin, Allah hər birinizə normal maşın qismət eləsin. Və o normal maşından da bir dənəsi budur, vaxtında gəlin, aparın, sizə də belə bir gözəl maşın olsun. Öpürəm, var olun.